Hello guys, bugün sizlərlə Unit 76, Unit 76-nı görəcəyik. Some and any. Bunların nə olduğunu və necə istifadə olunduğuna diqqət edək. Some bir neçə deməkdir. I've got some money. Mənim bir qədər pulum var. I'm going to buy some clothes. Mən bir qədər və yaxud paltar alacağam. There is some ice in the fridge. Soyuducuda biraz buz var. We made some mistakes. Biz bir neçə səhv etdik. En isə əsasən inkar və sual cümlələrində istifadə olunur, heç mənası verir. I haven't got any money. Mənim heç pulum yoxdur. I'm not going to buy any clothes. Mən heç paltar almayacağam. There isn't any milk in the fridge. Soyuducuda heç süd yoxdur. We didn't make any mistakes. Biz heç səhv etmədik. Any və some'ın suallarda necə istifadə olunduğuna diqqət edək. Əksər suallarda biz any'dən istifadə edirik, some'dan yox. Is there any ice in the fridge? Soyuducuda heç buz var. Has he got any friends? Onun heç dostu var. Do you need any help? Heç köməyə ehtiyacın var deyə tərcümə edə bilərik. Biz əsasən some'ı bir şeylər təklif etmək istədikdə istifadə edirik. Would you like some coffee? Biraz kofe istərdiniz? Yes, please. Bəli, lütfən. Can I have some soup, please? Mən biraz sup ala bilərəm? Yes, help yourself. Bəli, götürə bilərsiniz. Can you lend me some money? Mənə bir neçə pul borc verə bilərsiniz? Sure, əlbəttə. How much do you need? Nə qədər ehtiyacınız var? Some və any'nin indi isə isimsiz istifadəsini görəcəyik. I didn't take any photographs. Mən heç şəkil çəkdirmədim. But Jane took some. Amma Jane bir qədər etdi. Çəkdirdi yəni. You can have some coffee. Siz biraz kofe götürə bilərsiniz. But I don't want any. Amma mən heç istəmirəm. I've just made some coffee. Mən indicə biraz kofe etdim. Would you like some? Birazını istərdiniz. Where is your luggage? Yükünüz hardadır? I haven't got any. Məndə heç yoxdur. Are there any biscuits? Heç biskvit var. Yes, there are some in the kitchen. Bəli, mətbəxdə bir neçə dənə var. Something, somebody or someone, anything, anybody or anyone. I said something. Mən bir şey dedim. I saw somebody or someone. Mən birisini gördüm. Would you like something to eat? Yeməyə bir şey istərdiniz? Somebody is at the door. Birisi qapıdadır. She didn't say anything. O heç nə demədi. I didn't see anybody or anyone. Mən heç kimi görmədim. Are you doing anything tonight? Bu gün nəsə edirsiniz? Where is Sue? Sue haradadır? Has anybody seen her? Kimsə, birisi onu görüb? İzlədiyiniz üçün təşəkkürlər. Lütfən kanala abunə olmağı unutmayın.